Keçməyən vaginal axıntı və qoxunun səbəbinin özün olduğunu bilirdinmi? Vagina özünü təmizləyən orqandır və laktobasil adlanan orqanizm üçün faydalı olan bakteriyalar sayəsində qorunur. Bu bakteriyalar süd turşusu və hidrogen peroksid istehsal edərək vaginada turş pH mühiti yaradır və patogen, yəni xəstəlik törədən bakteriyaların kolonizasiyasının qarşısını alırlar. Floranın pozulması, pH-ın artması anaerobik bakteriyaların çoxalmasına, bakterial vaginoza səbəb olur. Bəs flora necə pozulur? Sizin davranışlarınız sayəsində. Ən çox gigiyenik səhvlər bunlardır. Birincisi, vaginal yuyunma. Vaginal mühiti təmizlədiyini düşünürsən, amma faydalı bakteriyaları məhv edirsən. Vaginanın pH-ı yüksəlir, bakterial vaginoz riski artır. İkincisi, parfümlü intim gel və sabunlar. Kimyəvi maddələr vaginanın selikli qişasını qıcıqlandırır, turş mühiti pozur. Üçüncü, gündəlik pedlərin uzun müddət istifadəsi. Nem ve isti mühit yaradır, anaerobik bakteriyaların çoxalmasını artırır. Dördüncü, sintetik ve dar alt paltarları hava keçirmir, nemlik artır, flora disbalansına səbəb olur. Beşinci, tualetdən sonra səhv yuyunma, yəni arxadan önə yuyunma. Bu, bağırsaq bakteriyalarını vaginaya keçirir, infeksiya riskini artırır. Altıncı, hovuz idman sonrası uzun müddət yaş paltar ilə qalmaq. Nem mühit, bakteriya və göbələk artımına səbəb olur. Yedinci, antibiotiklərin nəzarətsiz istifadəsi normal floranı məhv edir. Opportunistik infeksiyalara göbələk, bakterial vaginoz kimi zəmin yaradır. Və 8-ci, gərəksiz və təkrarlayan göbələk əleyhinə dərman istifadəsi. Hər axıntını göbələk hesab etmək səhvdir. Bu dərmanlar bakterial vaginoza təsir etmir. Mikrofloranı daha da pozur. Bu səhvlər sayəsində laktobasillərin azalması vaginal floranı pozur, qoxu və anormal axıntı yaranır. Vagina xüsusi qulluq yox, düzgün yanaşma istəyir. Həddindən artıq təmizlik ən böyük zərərdir.